İspat edin ki, üçbucağın B təpəsindəki daxili bucağı, bura yazaq x, x, bura yazaq y, y. Daxili bucağı ilə C təpəsindəki xarici bucağın tən bölənlərin əmələ gətirdiyi bucaq, yəni burada bucağından bax bu bucaq, A təpəsindəki daxili bucağın dərəcə ölçüsünün yarısına bərabərdir. Deməli belə bir məsələ var ki, burada qoyaq bir dənə alfa bucağı. Həqiqətən də deməli xarici bucaq 2y, 2 daxili bucağın cəminə bərabərdir. Alfa üstəgəl 2 dənə x. Yəni bizdə olur alfa bərabərdir 2y çıxılsın 2x. Və yaxud da bu D təpəsindəki bucağı əvvəl baxaq. Bura oldu nə? 180 minus 2y olanda bu bucağı bu alfa yazacaq bax bura. Bu deməli x üstəgəl alfa üstəgəl 180 artıq çıxılsın y bərabər 180 olanda 180'lar gedər. Alfa bərabər olar y minus nə? Olar x. Amma xarici bucağın xassəsinə görə daxili bucaq xarici bucaqla qonşu olmayan iki daxili bucağın cəminə bərabərdir. Bax, A təpəsindəki daxili bucağı da bir dənə beta kimi götürsək, olacaq 2y bərabər olacaq xarici bucağın xassəsi. Olacaq 2x üstəgəl beta. Beta bərabər olacaq 2y çıxılsın 2x. Və burada görürük ki, həqiqətən də 2-ni çölə çıxarsam, x minus olacaq y. Həqiqətən də dərəcə ölçüsünün yarısına bərabərdir. Çünki mən betanı 2-yə bölsəm, alfanı almış olaram. Vəssalam. Bununla da deyə bilərik ki, isbat olundu.